Açığı zamanda səyahətə inanmıram. Amma bu MacBook elə bir ki gələcəkdən gəlib. Niyə? İndi izah eləyəcəm. Tanış olun, MacBook Pro M5. Apple dizaynı dəyişməyi sevmir. Çünki niyə də dəyişsin? Bu dəfə də korpus alüminium amma Space Black rəngində. Parılsız amma çox zərifdir. Bir dizayner olaraq mən bu laptopu istədiyim yerdə işlətmək düşüncəsindən heç narahat deyiləm. 14.2 düym Liquid Retina XDR ekran Apple bu dəfə parlaqlıq məsələsini çox ciddi alıb. 1000 nit normal, 1600 nit pik parlaqlıq səviyyəsidir. Mini LED texnologiyası, 3024-ün 1964-də çözümlülük və rənglər o qədər canlıdır ki, sanki ekrandakı qəhvənin qoxusunu belə hiss edirsən. Və əlbəttə ki, 120 Hz Pro Motion funksiyası. Hər hərəkət ipək kimi axıcıdır. Burada bizi M5 çipi gözləyir. 10 nüvəli CPU, 10 nüvəli GPU və 16 GB RAM. Gündəlik istifadədə bu MacBook problemsizdir. Bəs ağır işlərdə kodlaşdırma, 3D animasiya hazırlaması, video rendering və s. kimi proseslərdə bu MacBook yüngülcə gülümsür və fanını belə işə salmır. Çünki bu prosesləri rahatlıqla, çox da özünə əziyyət vermədən həll edir. 4 dinamikli Dolby Atmos səs sistemi mövcuddur. MacBook Pro-da musiqi dinləmək sanki bir səs yazma studiyasında musiqi dinləmək kimi bir şeydir. YouTube videoları, film, montaj, hər səs, hər nəfəs aydın gəlir. Avtonomluqda isə bu laptopa söz yoxdur. Çünki 22 saat dayanmadan video oynatma qabiliyyət sayəsində Apple-ın bu modeli səni yarı yolda qoymayacaq. Yeni M5 nəsli sadəcə sürətli deyil, intelligentdir. Çünki bu çip artıq AI əməliyyatlarını öz içində emal edir. Yəni Apple Intelligence üçün hazır infrastruktur, təbii dil, şəkil tanıma və kodlaşdırma mövcuddur. Hər şey daha az enerji və daha çox performansa yüklənir. Əgər sən dizayner, montajçı və yaxud da ki kodlaşdırma ilə məşğul olan bir şəxsənsə və hər bir şey bacaran bir notebook axtarırsansa, MacBook Pro M5 səni heç bir zaman yarı yolda qoymayacaq. Əgər bu laptopu əldə etmək istəyirsənsə, o zaman irşadın istənilən mağazalara, veb-sayt və mobil tətbiq vasitəsilə əldə edə bilərsən. Əgər hər hansısa bir sualın yaransa bu videonun şərh bölməsində qeyd elə və yaxud da ki ulduz 0171 nömrəsi ilə əlaqə saxlaya bilərsən. Sağ olun dostlar.